İsmayıllı rayonunun Qalacıq kənd tam orta məktəbində 1966-1976-cı illər buraxılışının məzunlarının duyğulu görüşü keçirilib. 10A və 10B siniflərinin keçmiş şagirdləri yarım əsrdən sonra yenidən doğma məktəblərində bir araya gələrək uşaqlıq və gənclik xatirələrini səmimiyyətlə yad ediblər. Vaxtilə 10A sinifində 26, 10B sinifində 27 şagird təhsil alıb. İllər keçsə də onları birləşdirən dostluq bağları və məktəb xatirələri bugün də yaşayır. Məzunların əksəriyyəti müxtəlif sahələrdə çalışaraq cəmiyyətə faydalı insanlar kimi formalaşıb, ailə qurub, övlad və nəvə sahibi olublar. Görüşdə sinif yoldaşlarından 19 nəfərin artıq dünyasını dəyişdiyi bildirilib və onların xatirəsi ehtiramla yad olunub. Tədbirə həmin illərin sinif rəhbəri Mirzalı Vələdovun qatılması isə görüşə xüsusi səmimiyyət qatıb. Müəllim və keçmiş şagirdlər arasında səmimi söhbətlər aparılıb. Məktəb illərinə dair unudulmaz xatirələr bölüşülüb. Məzunlar vaxtilə əyləşdikləri partalara qayıdaraq sanki illərin o üzünə qayıdıblar. Zarafatlar və simvolik yoxlama anları iştirakçılarda həm gülümsəmə, həm də kövrək duyğular yaradıb. Çıxış edənlər 50 il keçməsinə baxmayaraq, məktəb xatirələrinin unudulmadığını, bu görüşün dostluq və həmrəyliyin zamanın sınağından uğurla çıxdığını vurğulayıblar. Sonda dünyasını dəyişmiş müəllimlərin və sinif yoldaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xatirə şəkilləri çəkdirilib. Bu görüş məktəb dostluğunun və müəllim-şagird münasibətlərinin illər keçsə də öz dəyərini qoruduğunu bir daha nümayiş etdirib. Çox gözəl bir gündür. 1976-cı il orta məktəb buraxılışıyıq. Uşaqlarla görüşdük, müəllimlərimizlə görüşdük. Çox gözəl təsir bağışladı. Bir daha da bizim sinifimizdə baxma 56, 57, 8 nəfərə qədər şagirdimiz olub. Onlardan harca 19'u rəhmətə gedib. Allah onlara rəhmət eləsin. Bir də sinif yoldaşlarla görüşmək bizim üçün xoşdur. Allah belə görüşləri tez-tez qismət eləsin. Bir daha da bu görüş münasibəti ilə həm müəllimlərimizi sağ qalan, həm də burada iştirak edən yoldaşlarımızı təbrik edirəm. 50 il qabaq 76-cı ildə orta məktəbi bitirmişik. Bu münasibətlə bugün yığışmışıq bura. Məktəbdə 50 il qabaq biz oxuyanda cavan uşaqlar idik. İndi hamımız nənələrik, babalarıq, hamımızın nəvələri var. Aramızda bizi tərk edənlər də var. Allah onlara rəhmət eləsin. Qalanlarına əlbəttə can sağlığı versin Allah. Bu məktəbdə bizim müəllimlərlə, həm uşaqlarla çox böyük xatirələrimiz var. Yəni yaddan çıxarılası şeylər deyil. Özüm ondan sonra bu vaxta qədər də demək olar ki, bir il qalana qədər də elə bu məktəbdə işləmişəm. Müəllim işləmişəm və həmçinin zavuç işləmişəm. Yəni indi aramızda olmayanlar da var. Allah rəhmət eləsin, rəhmət gedənlər də var. Yəni görmədiklərimiz də var. Amma xatirələr çoxdur, düzdür. Misal müəllim bizim birinci qutaran ili idi, gəldi bizdə sinif rəhbər oldu. Onunla bağlı çox xatirələrimiz var. Ona görə birinci elə onu danışdırdıq. Yəni 44 il məktəbdə, Qalacıq məktəbində müəllim işləmişəm. Birinci deməli institut qurtarıb gələn ili bu uşaqlarla dərsə başlamışam. Mən indi həmin uşaqların qabağında dayandığıma görə 50 il bundan əvvəl burada dərs dediyim uşaqlar eyni yaşıt kimi aralarında olmuşam. İndi mən yaşlı baba, o cümlədən özümlə bir yerdə dərs dediyim uşaqlar da baba və nənə olublar.